Tələbəm Qismət bəylə bugün şəhər daxil sürmə dərsimizdəyik. Qismət, fikir versən, artıq 20 yanvar metro stansiyasının düz yaxınındayıq. Qarşıda güclü tıxacı var. Biz düz geçsək qalacaq tıxacda. Gəl eləyək. Biz sağa dönək buradan. Sağa dönmə işinin yanındır. Biraz sıxlıqdır. Bax, burada yol vermişəm var, görsənmi? Yol ver. Biz düz getdiyimiz təqdirdə soldan gələn nəqliyyat vasitəsinə yol verməliyik. Və onlar üçün işıq fonla tənzimlənir. Sağla devam edin. Bax, buradan sağa dönək, qalmayaq tıxacda. Gəl, sağa doğru götür, adacıq tapdalma. İndi bax, buradan da çıxarsan qədər solunu yandıracaqsan, soldan gələnlərə yol verəcəyik. Bax, fikir versən, artıq bu maşında keçdi, onlara yaşıl işıq yandı. Biz bax, bura gedəcəyik. Buna bir siqnal verin. Biraz sola götürənliyi. Sola götür. Ehtiyatını saxla bax bu maşınla. Arxa-arxaya sürməklə qaydanı pozur, çobuz şəkildir. Bura arxa-arxaya sürüşləri yer deyil. Və o nişan dayanmaq və durmağa qadanıyır. Solunu yandır. İmkan tapsa sol zola keçəcək. Çünki bizim zolaq birbaşa avtobus zolağına evkilir və saat yazılır burada. 7:00-dan 22:00-a kimi. Bu deməkdir ki, ora girə bilmərik 22:00-a kimi. Onlar o vaxt girərsən ki, sağa dönmək məqsədindən və ya adam minə düşmək məqsədindən. Amma bu şəkildə keçirə bilmərik. Bizdən sağdadır və qardaş bizdən yola çıxma şəraiti yaradaq. Azca qabağa ver, azca qabağa ver, azca qabağa ver, qoy çıxsın, eyb yox. Gəl qardaş, gəl. Gəl. O şəkildə ki, qardaş, bizdən sağda 40-40 xət olar, biz avtobus yoluna gedərik sağa dönmək məqsədindən və ya adam minə düşmək məqsədilə. İndi çəkiliş dayandırıram, amma dərsimiz davam edir. Diqqətli olacaq burada maksimum şəkildə. Uğurlar olsun.